Herkese salam. Kanala ve videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte masa turu çekirik. Masamın dizaynını gördüğünüz kimi baştan ayağa dəyişmişəm. Yəni bir çox şeyləri götürmüşəm. Bu organizerimi gözləyirdim gəlməsini və o gəldiyinə görə masamı dəyişdim. Bu arada Temu bağlamalar da gəlib. Belə qulaqcıq. Bu arada Temu kargo açılımı istəmişsiniz yorumlarda. Ama maalesef çəkə bilməyəcəm çünki artıq açmışam. Belə yəni qayıt da işləyir. İndi isə gəlin bunu söndürüm. Bir dəqiqə. Belə basırıq və söndür. Sönməyib. Mən söndürüm gəlim. Aha, söndürdüm. Bu knopkanı çox basılı tutmaq lazımıymış. Neyse. Burada bu kırılmayıp belə qatılanır. Neyse. Gəlin geçelim aslında videomuzun konusuna. Ben əvvəlki çəkdiyim masa turunu bəlkə sildim. Çünki yəni kanalımdakı də masa turu və arasında çox da fərq yoxdur yəni. Yəni tarix fərqi yoxdur. Ona görə onu bəlkə sildim. Həm də izlənməyib. Elə isə gəlin başlayaq. Bunun turunu məncə etmək gərək yoxdur. Amma yenə göstərim. Çünki digər videoda izləyənlər görüb, izləməyənlər üçün isə göstərirəm. Belə bir qutudur. Qutunun içində isə freebislər, belə kartlar, dostumun verdiyi belə bəzək kartları var. Belə onlardan çoxdur. Sonra dostumun verdiği böyle kartlar var. Nur çok qəşəngdir. Çok güzeldi. Freebisler var. O çəkdiyim Sanrio karakterler var. Yəni qarşılıqdır da bunun için. Belə şeyler var içində. Aslında mən freebisləri çoxdur, lakin bura miniklərini qoymuşam. İndi isə gəlin organizerimə baxaq. Organizerime gəlin yaxınlaşaq. Bu arada iki parçadır. Belə ayrılır. Sadəcə mən bunu üst-üstə qoymuşam. Bunu çıxardıb təkcə bununla istifadə edə bilərdim. Amma belə daha gözəl görünür məncə. Bunu düzəldək. Əyilib. Bir saniyə. Çünki oturdu. Burada ilk öncə digər masamdan gördüğünüz yani bildiğiniz gibi böyle bir Hello Kitty figürü var. Bu da Hello Kitty olduğuna göre bence uyumlu olduğuna göre buraya koymak istedim. Hələlik götürürəm, koyacağım yine. Burada böyle bir iki tane çəkməcə var. İki çəkməcəni açaq. Və belə göstərim sizə. Belə. Bunun içində cımbızım var. Həmki kimi. Bir de burada böyle bantım var. Bu bant baxın belədir. Belə stiker bantıdır. Belə açılır. Yəni bunu mən burası yapışqanlı olacağını düşünmüşdüm. Yəni adi bant kimi. Amma elə değilmiş. Stiker kimiymiş. Neyse. Yenə də gözəldir. Bunları da kesmək istərdim amma çoxdur. Çox qalındı. Ona görə belə qalsın. İşlətdikcə təbii ki kəsəcəm. Daha sonra bağlamadan çıxan belə artıq bu çəkməcə şeylərindən var. Baxdım başqa bəlkə harasındasa çəkməcə olar. Xeyr yoxdur. Bunu artıq qoyublar. Sağ olsunlar. Belə bir mini bir bloknot var burada. Bloknot deyəndə bir tərəfi stikerdir. Bir tərəfi isə not kağızı. Belə. Bu çox şirindir. Neyse. Bir de soldu bu. Bakın. Köpüklenir. Neyse. Bunun üstün bəzəyi isə belədir. Bunlar burada özüm yapıştırmışam. Üzerinde stikerleri var idi. Bir saniye. Bakın böyle stikerler vardı. Bunları yapıştırmışam. İstesem kopardıb digərlərini də yapıştıra bilərəm. No problem. Ama məncə belə hələlik belə yaxşıdır. Gözəldir. Gəlin bu çəkməcəni yerinə qoyum. Belə. Gəlin bunu açaq.
çıxardıb qoyuram bura. Yaxşı görə biləsiniz. Bunun içində belə full stikerdir də, yəni. O qutuda stikerlərim çox görünürdü. Bu qutu böyük olduğuna görə biraz az görünür, amma çoxdur da, yəni. Bəlkə yenə də əlavə eləyərəm bura. Öz etdiyim stikerlər isə burada deyil, başqa bir yerdədir. Yəni əvvəlki yerindədir. Bu stikerlər hardan töküldü bilmirəm. Yəni burada belə stikerlər var, burada isə belə bir bəzək var. Bu arada bu çəkməcələrdə buradan götürüb, məsələn baxın burada bir şey qoya bilərəm. Məsələn bu notebook'u götürün. Bu arada bu böyük oldu biraz, nəysə. Belə bir şeylər də qoya bilərəm. Kanalın adı Soft Queen olduğuna görə soft eləmək istədim masanı. Yəni bura belə idi. Gəlin bunu yerine qoyaq. Bu hardan gəldi? Neysə. Figuru yerine qoyduq. Gəlin bura keçək. Burada ilk öncə qabaqdakilərə baxaq. Burada bacımla ortaq istifadə etdiyimiz lip balm var. Belə. Daha sonra lip gloss var. Sonra fosforlu qələm var. Arkada isə belə 2 dənə bloknot var. Bu orqanizerdəki bəzi şeylər burada bacımın ortaq istifadə eləyəcək. Bu mənim bloknotumdur. Bu isə bacımın. Bunu burada bilərsiniz. Saxta sifarişləri falan yazardım. Saxta sifarişlər burada gələcək yenə də. Amma squishyləri artıq masamda olmadığına görə squishy yazmayın. Əvvəlki kimi yerine koydum. Bunların arxasında isə qutu buraya yerləşmədiyinə görə belə içinə qoydum. Belə təbii ki onun kartları belə və yazı və not. 2 dənə not kağızı və yazı kartları. Məncə arxasında çox da bilinmir bir şey olduğu. Çünki çox gözəl görünür məncə. Gəlin bunları da qoyaq. Bu arada burası çox genişdir. Mənim o öz etdiyim qutunu qoyanda burası çox dar olurdu. Buna görə də onu qoymadım. Belə göstərim. Gəlin bunları yerine qoyaq. Belə buradaydı. Burada bir dənə fosforlu qələm gələcək. Amma indi yox. Burada da belə bir bəzək var. Yaxınlaşdırım. Belə bəzəklər var. Çox şirindir məncə. Neyse gəlin bura baxaq. Altda da bir çəkməcə var. Bu çəkməcəni çıxardım ya yox. Çıxartdım. Aha. Gəlin belə eləyim. Belə. Aha. Burada mənim bildiyiniz üzərə öz düzəltdiyim binderlər var. Binderlərin zaten bilirsiniz. Buna görə də çox detallı göstərmirəm. Belə 2 dənə binder qoymuşam. Qoyaq yenidən yerinə. Daha sonra burada əvvəldən bildiyiniz kimi belə bir kutu var. Bu kutunun içərisinə isə bu stikerlər bu kutumdaydı. Lakin buna qoydum. Çünki kutu bunlar üçün çox böyük idi. Belə. Belə stikerlər var da belə not kağızlarının arxasında. Belə stikerlər var. Belə ad yazmalı stikerlər var. Yəni qarışıqdır. O stikerləri niyə bura qoymadım? Çünki yəni bura çox boş qalırdı da. Bu kutuda isə yadımdan çıxdı nə var. Deyək baxım. Hə. Bu kutuda çox qarışıqdır içi. Həm not kağızlarım var. Həm kağızdan freebislər var. Həm də belə bir yerlərdən kəsdiyim bu şeylər var. O kutular çox pis idi. Dizaynını bəyəndiyim kutuları, yəni pəmiş qoydum bura. Yəni belədir bura. Burada kutu şəffafdır. Ona görə belə üstdən baxanda masamın görünür. Neysə. Burada isə bu çəkməcəni atmaq istəmədim. Çünki çox mini və şirindir. Bunun burasında isə mənim axşam düzəltdiyim, dünən axşam düzəltdiyim. Bir dəqiqə sizə aşağı eləyim. Çok da aşağı olmadı mı neyse.
Burada böyle freebisler var. Necə freebisler? Ulduz, ürək, ulduz ürək bir yerdə. Sonra yine ulduz. Hərf freebisler var. Mesela A buradadır. Sonra C var. Yəni əlifbanın bəzi hərflərini yazmışam. Yəni hansı hərflərdə dostum var. Onları yazmışam. Hədiyyə falan hazırlayanda qoymağa. Burada belə idi. Altta isə düzəltdiyim stikerlər var. Onun altında isə ulduz stikerləri. Onun altında isə zərli stikerlər. Onları istifadə eləməyi qıya bilmədiyimi bildiyimə görə alta qoymuşam. Onları istifadə edirəm. Ona görə üstə qoydum. Ulduzlar da çox istifadə eləmədiyimə görə oraya qoydum. Bunu da yerinə qoyaq. Burada çox belə boş qalır buralar falan. Yəni yeni bender düzəltsəm bilmirəm hara qoyaram. Çünki yerim yoxdur. Düzəltmə fikrində də deyiləm. Çünki çox çətindir düzəlimi. Belə saldım siyirməni. Daha sonra burada böyle bir Hello Kitty stiker var. Burada böyle bir stiker var. Stikerler dediğim kimi bir yerde de bəzəyə ama özüm bəzədim. Belə yine stikerler qalıb və yenə bəzəyərik bilmirəm. Buralar çox boş qalıb məncə, amma çox da abartı olsun istəmirəm. Mesela bir dənə stiker buraya yapıştırmışam, bir yana bunun bu ucuna. Yani belə. Bunun yanında isə mənim belə bir stiker dəftər var. Belə eləyək. Belə çox şirin bir. Yine Hello Kitty'li. En sevdiğim sancak karakteri Hello Kitty olduğuna göre Hello Kitty'lidir. Stiker dəftərim var. Bəli. Ben bunu notebook yazmağa notebook bilmiştim ama stiker dəftəriymiş. Böyle stikerler var ama bu stikerler asla kesmeyeceğim. Çünkü çok şirindiler. Ya istifade edeceğim ama bir böyle kesmeyeceğim. Böyle sanıyor stikerler var. Pom Purin'i ben burada tapamadım. Üzüldüm buna göre. Poco yoktu. Pom Purin yoktu. Bakın yoktu. Ama bundan var. Bundan. Adam bilmiyorum. Burada var mı? Yoktu. Bir de böyle aycıq stikerler var arada. Böyle dondurma falan da var. Yani bu şekilde böyle bir stiker defterim. Burada yine bir defter var. Bu defterin turu var benim kanalımdan. Geri göstermirəm. Gösterim. Böyle üzünü. Bu defterde buraya koymuşam. Etkinlik defterimin turudur. Kanalımda baxa bilərsiniz. Yəni video başlığı belədir. Bunu bunun üstüne koyuram. Belə. Onların yanında ise burada ise benim qələm qablarım var. Burada ise masa şeyim var. Bunu çok da beğenmedim. Yani softluğu pozur bu. Ama belki kopardı başka bir şey yapıştırdım. Oraya bu stiker dəftərindən. Ama böyle de güzeldi. Bu gül tülpan en sevdiğim gül olduğuna göre burada da tülpan koydum. Burada da böyle baş harflerimi YouTube kanalıma böyle bir şeyler yazmışam yani. Yazmışam diye baş harfimi, ulduzlar, böyle esmanik şeyler falan çekmişəm ki boş kalmasın. Bu arada ben bir şey eləmək istəyirəm. Baxın məsələn hədəf, abunə hədəfi. Bura belə bir şey yapıştırmaq istəyirəm ya da bura. Üstündə yazmaq istəyirəm məsələn 80 abunə olduğumda həmin şeyin üstünü qaralayacağım. 90 abunə olduğumda qaralayacağım. 100 abunə olduğumda qaralayacağım. Belə bir şey düzəltmək istəyirəm. Eğer düzelmeni istəyirsinizsə yorumlarda yazın. Masam bu şəkildəydi. Belə. Yəni dediyim kimi çox soft bir masa eləmək istədim. Buna görə də tamamilə dəyişdim. Belə bir orqanayzer yığdım hamısını. Yəni masam bu şəkildəydi. Kanala abunə olub, like atıp yorum yazmağı unutmayın. Sağ olun.